Sən də Allah tərəfindən mühakimə olunmaq istəmirsənsə, onda bu məktub sənin üçündür. Gəl söhbət edək. Nə düşünürsən? Səncə birini mühakimə etmək asandır, ya səni mühakimə edəni bağışlamaq? Mühakimə etmək, elə deyilmi? Çünki əziyyət çəkmirsən. Sən ədalət üçün bunu edirsən axı. İlk baxışda çox yaxşı və gözəl görünür, elə deyilmi? Cənnət bağındakı meyvə kimi. Çünki sənə də daha ağıllı olduğunu düşündürür. Həvvaya düşündürdüyü kimi. Sən fərqinə vardın, biri səhv edir və tez onun niyə bunu etdiyini və düz etmədiyini deyirsən. Dayan. Bəlkə sən özünün ondan daha yaxşı olduğunu düşünürsən. Bəs sən heç mi səhv etmirsən? Bəs mən niyə səni ittiham etmirəm? Səncə mən səndən ağılsızam, ya səndən zəifəm? Necə düşünürsən? Mühakimə etməyi bacarmırammı? Əzizim, mən nə ağılsız deyiləm, nə də zəif. Mən ədalətli hakiməm. Mən ittihamçı deyiləm. Mən müdafiəçiyəm. Ən asanı səni müdafiə edənləri müdafiə etməkdir, elə deyilmi? Mənsə deyirəm ki, ən gözəli səni ittiham edənləri müdafiə etməkdir. Mən məni ittiham edənlərin müdafiəçisiyəm. Mən səni müdafiəçinəm. Sən başqasını müdafiə edəndə məni müdafiə edirsən. Başqasını mühakimə edəndə isə məni mühakimə edirsən. Necə? Mən səni və başqalarını öz surətimdə yaratmadımmı? Sən hansı haqla öz surətimdə yaratdığımı mühakimə edirsən? Kim sənə bu haqqı verib? Mən sənə bu haqqı verməmişəm. Mən heç kimə bu haqqı verməmişəm. Sənə səlahiyyət vermişəm. Mənim məhəbbətimin, xilasımın səlahiyyətinə maliksən. Amma sən ittiham etmə hüququna malik deyilsən. Bu ixtiyarı kimdən aldığını bilmirəm. Amma mənim yanımda olub, mənim övladlarımı mühakimə etməyə icazə vermirəm. Bugün haqsızlıqla mühakimə olunan zaman belə o şəxsi mühakimə etməyə sənə icazə vermirəm. Necə ki, mən haqsızlıqla mühakimə olunanda sustum. Sən də eləcə sus və məni gözlə. Necə ki, Zəburçu susmuşdu. Bugün məni çarmıxa çəkənlər üçün dua etdiyim kimi, sən də dua et. Çünki sən və başqaları nə etdiyinizi bilmirsiniz. Əzizim, asan olanı deyil, izzət gətirəni seç. Unutma, bağışlamaq izzət gətirir. Həm mənə, həm də sənə. Mənim övladımı xilas etmək üçün susmağı və məni gözləməyi öyrən. Əks halda sən mənim mühakiməmə düşəcəksən. Çünki hakim müdafiə də edir, mühakimə də. Unutma, qərar, son qərar mənim dilimdən səslənir. Rəbbin önündə özünüzü aşağı tutun. O da sizi ucaldacaq. Bir-birinizi pisləməyin. Qardaşını pisləyən, yaxud qardaşını mühakimə edən kəs qanunu pisləyir və qanunu mühakimə edir. Amma sən qanunu mühakimə edirsənsə, qanunun icraçısı deyil, onun hakimisən. Qanun verən və hakim birdir. Xilas etməyə və həlak etməyə qadir olan odur. Bəs sən kimsən ki, qonşunu mühakimə edirsən?